May Beynəlxalq Ailə Günüdür. Bugün klubumuzda çok mənalı ve örnek bir görüşe toplaşmışıq. Qonaqları salamlayırıq, hoş gördük hər birinizi. Zaman değişse de değişmeyen bir değer var. Bu da ailədir. Ailə cəmiyyətin özəyidir. İnsanın ilk tərbiyə ocağıdır. Gələcəyimizin sağlam, savadlı və vicdanlı formalaşması da məhz ailədən başlayır. Bugünkü tədbirimizin mövzusu da ailə dəyərlərinə həsr olunur. Qürurla qeyd etmək istəyirik ki, qonağımız nümunəvi bir ailədir. Nemət Ağayev və həyat yoldaşı Ülker xanım. Hoş gördük. Sizə hoş gəlmişsiniz. Bu ailənin ən böyük uğuru isə övladlarının uğurudur. Onların hər üç oğlu yüksək nəticələr 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olunmuş, valideynlərinin zəhmətini və ailə tərbiyəsini doğrultmuşdur. Bu təsadüfi bir uğur deyil. İllərlə çəkilən əziyyətin, sevginin, məsuliyyətin və düzgün ailə prinsiplərinin nəticəsidir. Biz bugün bu gözəl ailəni dinləyərək onların həyat təcrübəsindən öyrənəcək, gənclərimiz üçün ilham verici nümunəyə şahidlik edəcəyik. Qonaqlarımız hoş gəldiniz deyirik. Tədbirimizin faydalı və maraqlı keçməsini arzulayırıq. Buyurun, sözü verir Nemət müəllimə. Siz dinləyirək bir icazənizlə bu çiçəkləri də Ülker xanıma təqdim edirik. Buyurun. Və hamını 15 may Beynəlxalq Ailə Günü münasibətilə bütün ailələri təbrik edirəm. Hamıya can sağlığı arzulayıram və ailəyə möhkəm ailə dəyərləri arzulayıram hamıya. Bildirmək istəyirəm ki, biz də o ailələrdən, yəni ki, birik. Bolalı kəndində yaşayırıq. 1994-cü ildə biz ailə qurmuşuq Ülker xanımla. Həmin ailədən bizim 3 övladımız var. Bayaq Şahnaz xanım qeyd elədi. Biz çalışmışıq ki, 3 övladımızı yəni tərbiyəvi şəkildə tərbiyə verək onlara lazım qədər, necə lazımdır. Və onlar cəmiyyətimiz üçün, xalqımız üçün, dövlətimiz üçün layiqli kadr olsunlar. Gələcəkdə xalqımıza, dövlətimizə xeyir versinlər. Nə qədərsə bacarmışıq, çalışmışıq. Çünki uşaqlarımız da, övladlarımız da bizim çəkdiyimiz zəhmətin arzusu müəyyən qədər bizə bəhrəsini veriblər. Şahnaz xanım qeyd elədiyi kimi, mən 3 övladımdan 3-ü də ali məktəbin qəbul imtahanlarında ən yüksək balla yığıb və ali məktəbə qəbul olurlar. 600-dən yuxarı bal yığırlar. Böyük övladım hal-hazırda Avropada yaşayır. Yəni ki, Nihat Ağazadə Azərbaycanda bakalavr təhsili alıb. Onu da qeyd edim ki, əvvəlcədən ki, övladlarımın hər üçü ali məktəbə ingilislə təhsil aldılar. Yəni ki, ingilis dil bölməsində oxuyurlar. Nihat Ağazadə Azərbaycanda bakalavr təhsili alandan sonra İtaliya Respublikasında magistratura təhsilini alıb. Niderland krallığında paytaxtı Amsterdam şəhərində şirkətlərdən birində işləyir, çalışır. İkinci övladım da Ağazadə Riyaddır. O da 600-dən yuxarı bal yığıb ali məktəbə qəbul olub, ingiliscə təhsil alıb ali məktəbdə. Və hal-hazırda o Bakıda Kodes firmasında icraçı direktor işləyir. Üçüncü övladım isə 2019-cu ilin qəbul imtahanlarında Ağayev Mir Kazım. Ali məktəbə qəbul imtahanı bütün suallara düzgün cavab yazıb. Yəni, demək istəyirəm, prezident təqaüdçüsü olub, ən yüksək balı yığıb və Bakı Ali Neft Məktəbini bitirib, bakalavr təhsili ilə hal-hazırda magistratura təhsili alır və Sokarın kimində olan müəssisələrdən birində indi fəaliyyətini, həm də əmək fəaliyyətinə başlamışdır, işləyir. Yəni bütün bu uğurlara görə biz sevinirik, ailəmiz.
və biz həm də valideynlərin ən böyük sevinci övladlarının uğurlarıdır. Mən bütün ailələrə bunu arzulayıram. Bütün ailə başçılarına bunu arzulayıram ki, atalara, analara ki, onların övladları uğur qazansınlar və onların başını həmişə uca eləsinlər. Biz ailədə, yəni ki, demək olar ki, ailə dəyərlərimizi həmişə qorumuşuq. Şükür Allah'a, övladlarımız tərbiyəlidir, savadlıdır və ümid edirik ki, gələcəkdə dövlətimizə xeyirli, uğurlu bir yəni ki, övlad yetişdirmiş olmuşuq. Eyni zamanda bildirmək istəyirəm ki, hal-hazırda bizim ailəmiz, hər ikimiz ailə başçısı olaraq hal-hazırda xalqımıza xeyir verməkdəyik. Yəni ki, dövlət müəssisələrində çalışırıq ikimiz də. Həm mən özüm Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Bolalı kənd icra nümayəndəliyində baş məsləhətçi, baş mühasib kimi çalışıram hal-hazırda. Yoldaşım Ağayev Ülkər də Bolalı kənd orta məktəbində hal-hazırda müəllimə kimi işləyir və çalışırıq ki, günün tələblərinə uyğun öz işimizi quraq və dövlətimizə həmişə xeyir Mən də istərdim ki, mənim yetirməməli uşaqlarım, bax, mən övladlarım kimi ali təhsilli olsunlar, savadlı olsunlar, xalqımıza gözəl layıqlı övlad olsunlar, kadr olsunlar. Yəni, zəhmətinizi yerə vurmayasın. Müəllimlərin başına olacaq, yüksək balla, yüksək məktəb, ali məktəblərə qəbul olunasınız. Yaxşı uşaqlar. Mehmetlərimin ailəsinin bugünkü gün münasibətilə təbrik edirəm. Sağ olun. Onlara ailəmizə can sağlığı. Ailə özü də kiçik bir dövlətdir. Mən də bu yolda sizə can sağlığı arzulayıram, nailiyyətlər arzulayıram. Allah bütün övladları var olasın. Bugünkü övladlar haqqında danışdığımız övladlar da onların içərisində. Həm də ki, bir daha elə bu övladlar sizin övladınız deyil, bu bizim vətənin övladlarıdır. Bizim adımızla gedib xaricdə təhsil alırlar, orada öz fəaliyyətlərini davam elətdirirlər. Bu elə nəinki bizim kəndimiz üçün, bəlkə bizim rayonumuz üçün, bizim vətənimiz üçün bir örnəkdir. Bizim bu uşaqlar da, məktəb uşaqları da, mən də arzum budur ki, bu uşaqlar da onlardan özləri üçün bir ibrət götürsünlər, həyatda yaxşı bir yol seçsinlər. Valideynlərini həmişə dinləsinlər, müəllimlərini dinləsinlər. Əgər bir valideyn öz uşağını boya başa çatdırırsa, müstəqil bir həyata qədəm qoyursa o uşaq, deməli onun valideyni də xoşbəxtdir. Belə bir uşağın valideyni də xoşbəxtdir. Əgər bir uşaq böyüyürsə, öz valideynindən çox öz müəlliminə minnətdar olur. Əgər valideyn məni dünyaya gətirirsə, mənim müəllimim mənim göylərə qaldırır. Mən də arzum budur ki, siz də belə bir təhsil alasınız, öz müəlliminizə minnətdar olasınız, öz məktəbinizə minnətdar olasınız. Bizim kəndimizin gələcək yetirmələri olasınız inşallah. Allah sizə can sağlığı versin. Yəni, təşkil edənlərə də can sağlığı arzulayıram. Uzun ömür sizə arzulayıram, işimizdə müvəffəqiyyət arzulayıram. Çox sağ olun. Allah sizi var eləsin. Həmişə belə işıqlı məclislər elə yarışar belə. Arzum budur ki, uşaqlar da öz müəllimlərinin zəhmətini yerə vurmasınlar, onun əziyyətlərini doğrulsunlar. Belə. Təşəkkür ederim.